Deməli, bu günləri biz sizlə Soçinski paxlavı elədik, Soçi paxlavası. İkinci də bizdə turubuçkadır. Turubuçkalardır. Turubuçkaların, bax, qızlar, formalardır. Sual verirsiniz ki, müəllimə, niyə burada kəsikləri var? Sizcə nəyə görə bunun kəsiyi var? Xəmirimizi bilmirsiniz, hə? Amma yanlış baxırsınız. Deməli, xəmirimizi, bax, burada hazırlanır. Hazırlandıqdan sonra çox buna qabardıcı ərzaqlar vurulmur, yəni sodası, qabartması çox olmur. Niyə? Turubqalar pişən zamanda köpəndə çatlar əmələ gəlməsin. Yumurtanın sarısını vururuq ki, yığıncaq xəmir olsun. Bax, bu cür lentlər kəsiləndən sonra lenti dairəyə ətrafına fırladırıq və sizə bayaqlar dediyimə görə kəsik turubuçkada nəyə görədir? Pişəndən sonra bunu xırda sıxırıq, rahat turubuçkamız çıxır. İçində verdiyimiz, pişirdiyimiz, hazırladığımız kremlər. Kremi içində dadlı krem eləyirsiniz. Nəyə görə? İçinin kremi birinci yeyim tərzində kremi çox hiss olunması üçün içinin dadlı krem eləyirsiniz. Dadlı krem nədir? Kərə yağı ilə, skuşonla qatsız dadlı yağdır. Qaymağı istəsiniz qaymağa bir pendiri, labne pendiri qatsız, o da çox dadlı kremdir. İndi bunu hazırlayaq. Hazırlayandan sonra içinin yığımında da, kremində də onu da sizə izah edeyim. Gəlin, siz hamınız özünüz bir dənə edin. Baxam, edə bilirsiniz. Aha, düz edin. Sıxmayın xəmiri, boş verin ki, boş fırladığın üçün ki, pişəndə çat verməsin. Siz biraz sıxırsınız, yüngül. Aha. Bu qatı bir eləyəndə, bax, bu qatlar bir-birinin ucuna belə gəlib, kənarından bağlanır. Üst-üstə verməyin ki, qalın olur. Bildiniz necə? Hamısı edin. Gəlin. Biraz xəmir də verir, onu da verir, əlavə edeyim. Açın. Onu da edeyim, qızlar. Onu da fırladım. Sən verin daha. Oç. Gələk səsi çıxsın da birini. Eli kimə deyirsən, sən özünü eləyirsən, o eləyib, könül xanım eləyib, sən narahat olmalısın. Eləyəcək, hazırlayacaq. Bunu da hazırlayacaq üçün balaca turubqalar. Deməli, turubqaları qızlar sona qədər də eləyə bilərsiniz. Deyərsiniz ki, müəllimə, niyə qısa elədiniz ki? Mən nəsə bu mini turubqalar çox tarikada da, yığımda da, süfrədə çox qəşəng görsənir. Böyük turubqaların əvvəlindən kremi yığırıq, laf çox sonuna qədər də kremi doldursuq. Çox bir belə rahat yeyim adam üçün yaratmır da. Tök kremlə özünüz ki, tutumlu bir şey olur. Amma belə xırda belə turubuçkalar eləyim, minilər. Süfrədə yanında bir eklerlə, bununla asarti pirojnalarımızın içində çox qəşəng olur. Bax, belə hazırlayın. Başa düşdünüz mövzunu? Rahatdır, eləyə biləcəksiniz, hazırlaya biləcəksiniz. Çox sağ olun, diqqətinizə görə.